Beləliklə, estafeti veririk Xəqani müəllimə. Buyurun Xəqani müəllim. Hər kəs səbirsizliklə sizi gözləyir. Alqışlayın Xəqani müəllimi ki, buyurun. Çox sağ olun. Salam, əziz dostlar, hörmətli forum iştirakçıları. İlk növbədə sizə bu tədbirdə, bu gözəl tədbirdə iştirakınız üçün SAT Group şirkətinə bu gözəl tədbirin təşkil etdiyi üçün və məni də bura dəvət etdiyi üçün öz dərin təşəkkürümü bildirirəm. Düşünürəm bir alqışlayaq. SAT Groupu da, özümüzü də. Mənim adım Xəqanidir, soyadım Baxşəliyevdir. 20 ildən çoxdur ki, mən satış sahəsində çalışıram. 15 ildir ki, Atəşgah Sığorta şirkətində çalışıram. Korporativ Satış Departamentinin rəhbəriyəm və həm də idarə heyətinin üzvüyəm. Bugünkü bizim mövzumuz, bir də onu demək istəyirdim ki, əsas mənim burada iştirakımın səbəbi sizinlə öz təcrübəmlə bölüşməkdir. Bugünkü bizim mövzumuz işimizdə satış aləti kimi istifadə olunan satış skriptləridir. Və biz başa düşməyə çalışacağıq ki, satış skriptləri super silahdır, yoxsa növbəti bir baş ağrısı. Ümumiyyətlə, satış bir kompüter oyunu kimidir. Ya sən cheat kodları, yəni skriptləri bilirsən, ya da tərqan içində növbəti mərhələyə keçirsən. Deməli, biz əgər bu sirləri bilmək istəyirsək, keçirik növbəti slaydımıza. Çıxışımı dünyanın ən məşhur və əfsanəvi satıcılardan biri sayılan Brian Tracy'nin kəlmələrindən başlamaq istəyirəm. O deyib, başqalarının sizə satmasını istədiyiniz şəkildə siz də onlara satın. Bizim şirkətdə bu bahalı sözlərdən istifadə eləyirlər. Amma biz özümüz buna riayət eləyirikmi? Hər şey əlifbadan başladığı kimi satışın da öz əlifbası var. Və bu əlifba deyir ki, satışın 5 mərhələsi mövcuddur. Birincisi, əlaqə qurmaq. İkincisi, ehtiyacları müəyyən etmək. Üçüncüsü, məhsulun faydalarını təqdim etmək. Dördüncüsü, etirazlarla iş aparmaq və nəhayət, beşincisi, sövdələşməni bağlamaqdır. Onların hamısı bir-birinə bağlıdır. Müştərini əldə etmək üçün bu addımlardan atlamaq arzu olunmazdır. İndi isə sizə bizim şirkətimizin satış əməkdaşları tərəfindən bir gülməli videonu nümayiş etdirmək istəyirəm. Bu videoda satış skriptlərindən istifadə olunmur və adi bir satış prosesindən bəhs edir bu video. Buyurun, baxaq. Pero con descansos. Yo lo primero que entraba a donde me colocaba pedía el día de descanso ya. Y me distrajo yo. ¿Y cuál es el trabajo más duro que has hecho? Ya están aquí. Miren, bañador. En las chanclas. ¿Había mucho dinero en el bote? Ya están aquí. ¿Y cuál es el trabajo más duro que has hecho? No veas, a Sevilla. Y al último, que cuando ya salió la bien de regla, estamos llorando los dos. Me cobró el tío la... Ya no fui más. Me fui andando a cuello amarillo hasta hoy. Cualquiera sabe dónde está la paellera, ¿sabes? A lo mejor está en el barco ese del petróleo. En el Prestige. En el Prestige ese. Y ya no otra vez más la cocina. Ya aborrecí la cocina. Pilla. Y al último, que cuando ya salió la bien de regla, estamos llorando los dos. Me cobró el tío la... Me cobró a 500 metros. Todo despeinado porque no me dio tiempo nada ponerme las chanclas y el bañador. Sevilla. Y al último, que cuando ya salió la bien de regla, estamos llorando los dos. Me cobró el tío la... Ya no fui más. Me fui andando a cuello amarillo hasta hoy. Me va.
No cobré nada, me dieron el dinero del bote. Lo que gané, me cobraron 20 paelleras a 500 caras, porque viste lo que me llevé yo para Sevilla. Ay, ya aborrecí la playa. Pues las chanclas. Todo despeinado porque no me dio tiempo nada ponerme las chanclas y el bañador. Más duro que has hecho. Ya están aquí. Miren, bañador. Pues las chanclas. Todo despeinado porque no me dio tiempo nada ponerme. Subió la marea. Belə bir halla rastlaşan satış rəhbərlərindən xahiş etmək istəyirəm ki, əllərini qaldırmasınlar. Bilirəm ki, biz çoxuq və əksər vaxtlarda belə hallarla rastlaşırıq. İndi isə qayıdırıq mövzumuza. Skript balıq tutmaq üçün balıq çubuğu kimi bir alətdir. Həmçinin digər bucaqdan baxdıqda isə satışı həyata keçirmək üçün bir yol xəritəsidir. Burada oturanlardan soruşmaq istəyirəm. Waze tətbiqini çoxmu istifadə edənlər var bu zalda? Əllərini qaldıra bilərlər. Gözəl. Bilməyənlər üçün Waze tətbiqi dünyada 10 milyonlarla çox sürücünün istifadə etdiyi canlı naviqasiyalı xəritədir. Və Waze və skriptlər də Waze kimi işləməlidir. Yəni, situativ və çevik vəziyyətdə uyğunlaşır və marşrut seçirik. Vaxta qənaətçil, alternativi olan və məqsədə xidmət edən olmalıdır. Məqsəd demişkən, bugünkü mövzunun məqsədi satışları yüksəltmək və xüsusi sahələrə uyğunlaşmaq üçün skriptlərdən istifadənin əhəmiyyətini göstərməkdir. Beynəlxalq təcrübə onu göstərir ki, özünü doğurmuş skriptlərdən istifadə edən şirkətlər öz satış uğurlarını 30%-dək artırırlar. Yox, bunu mən demirəm. Bunu Harvard Business Review məqaləsi və Gartner şirkətinin analitik tədqiqatı deyir. Axı, satış skriptləri nədir? Satış skriptləri müştərilərlə əlaqə qurmağı daha doğrusu asanlaşdıran aydın nitq şablonlardır. Bu alət səhvlərdən çəkindirir, vaxta qənaət edir, satışı daha çox və səmərəli edir. İndi isə bir təsəvvür eləyin ki, Hollywood aktyorun bacarıqları ilə bir gözəl satıcı tapmışıq və o çıxır teatr səhnəsinə və əlində nə mətin var, nə ssenarisi. Nə olacaq? İmprovizasiya. İndi isə təsəvvür eləyin ki, yaxşı bir satıcıdır, amma əlində skript yoxdur və fikir veririk ekrana. Salam, mənim adım Xaqanidir. Maşınınızı sığortalamaq istəmirsiniz? Yox, yaxşı, sağ olun. Keçid eləyirik öyrədilmiş və hazırlıqlı Xaqaniyə. Salam Vüsal müəllim. Mənim adım Xaqani Baxşəliyevdir. Atəşkəx Sığorta şirkətindən narahat edirəm sizi. Sizə uyğundursa 2 dəqiqə vaxtınızı almaq istəyirəm. Buyurun. Sizin avtomobil keçən il hadisə ilə üzləşib. Çoxmu başınız ağrıdı? Çoxmu vaxtınızı apardı? Görsələn smayliklər göstərir ki, çox aparıbdır. Razıyam sizinlə. Zaman pul deyil, onu qaytarmaq olmaz. Amma bizdə yeni unikal, super-puper, vaxtınıza və pulunuza qənaət edən, sizi yollarda qoymayacaq bir məhsulumuz var. Gəlin bunu birlikdə sabah saat 11-də sizin ofisinizdə birlikdə müzakirə eləyək. İndi deyə bilərsiniz, sualım var sizə. Bunlardan hansı yaxşıydı? İkinci. Təbii ki, əllərində skripti olan və hazırlıqlı olan Xaqani. Keçid edirik bizim ilk növbədə danışdığımız satışın 5 mərhələsinə aid olan skriptlərə. Bu, birincisi əlaqə qurma və salamlama skriptidir.
Burada məqsəd müsbət ilk təəssürat yaratmaq və müştərini cəlb etməkdir. Standart başlanğıc bir yaxki kimi hər vaxtınız xeyir. Vüsal müəllim, mənim adım Xaqani Baxşəliyevdir və mən Atəşgah Sığorta şirkətini təmsil edirəm. Üzr istəyirəm, danışıq üçün sizə uyğundurmu? Əgər müştəri bəli cavabını verirsə, çox gözəl. Biz sığorta sahəsində çalışırıq və müştərilərə sağlam və gümrah olması üçün kömək eləyirik. İcazə verin, sizə yardımcı ola biləcəyimizi başa düşmək üçün sizə bir neçə sual verim. Təbii ki, burada yox cavab da ola bilər və növbəti vaxt üçün nə işləmir? Kliker. Hara tıklayayım ben? Skriptsiz işləyir, ona görə basit gəlir. Əgər müştəri yox cavabını verirsə, başa düşürəm, geri zəng etmək üçün sizə nə vaxt uyğun olardı? Mən sizə kollektivimizin sağlamlığı üçün maraqlı bir həll təklif eləmək istəyərdim. Növbəti skriptimizə keçid edirik. Bu, ən çox rastlaşdığımız etirazlarla işin skriptlərdir. Burada məqsəd müştərinin şübhələrini müsbət nəticəyə çevirməkdir. Adətən bizim rastlaşdığımız etiraz bahadır ifadəsidir və adətən satıcılar cavab verə bilərlər ki, niyə, bugün hər şey bahalaşır, bizim şirkət də belə satır, amma əslində bunu skriptə çevirdikdə bahadır. Razıyam, ucuz ətin şorbası olmaz. Müştərilərimizə keyfiyyətli xidmət göstərmək istəyi bizi daha ciddi təchizatçılara müraciət etməyə məcbur edir. Məhz buna görə də bizim qiymətlərimiz rəqiblərimizdən bir qədər yüksəkdir. İkinci etiraz fikirləşmək lazımdır. Təbii ki, mən sizi başa düşürəm. Lakin bu qiymət təklifini bir ay müddətində keçərli olduğunuzu nəzərə almağınızı xahiş edirəm. Bir ay sonra tariflər dəyişə bilər. Adətən bizdə orada belə bir şeylər. Və mənim təcrübəm göstərir ki, tariflər adətən yüksəlməyə doğru gedir, aşağıya yox. Növbəti bizim etirazımız məsləhətləşmək lazımdır. Sizinlə razıyam. Məsləhətlik don gen olar deyərlər. Mən şirkətimizin reputasiyasına əminəm və özüm sizdən xahiş eləmək istəyərdim ki, biznesdə olan dostlarınızla məsləhətləşərdiniz və şirkətimiz haqqında rəy alardınız. Ən çox sevdiyim və biznesə daha çox bəhrə verən skript, tövsiyələri cəlb etmək üçün skriptdir. Burada məqsəd müştəri bazasını genişləndirmək üçün mövcud müştərilərdən istifadə etməkdir. Adi halda satıcı deyə bilər ki, Vüsal müəllim, mən bir-iki dənə dost tanış nömrəsi verərdiniz, satış planını vurmaqdan ötürü onlarla əlaqə saxlayardım. Amma düzgün variantı olardı, işimizdən razı qalmışsınızmı? O zaman bəlkə siz də bizim təklifimizdən faydalanacaq birini, ikisini, üçünü tövsiyə eləyərdiniz. Əgər belədirsə, sizdən məmnun olardıq. Amma bu Harvard Business Review zat hamısı boş şeylərdir. Çünki ilk skriptlər məhz dədələrimizdən gəlibdir. Və məhz ona görə ataların skriptləri. Yəni, atalar sözləri. Biznesdə xüsusi cazibədar qüvvəsi verən, insanların arasında səmimiliyi artıran məhz danışıq zamanı bu ataların skriptlərindən istifadə etmək, daha doğrusu tövsiyə olunur. Bax, gördüyünüz skriptlərdə mən üçünü hətta istifadə eləmişdim. Bunlar ucuz ətin şorbası olmaz, zaman pul deyil onu qaytarmaq olmaz, məsləhətli don gen olar deyərlər. Bunlar etirazlarla işin aparılmasında, təchizatçılarla hansısa müqayisənin aparılmasında, belə deyim, müştərinin kompliment etdirilmə olmasında və nəhayət pressingdə çox yardımcı olur. Amma bizim hətta, bu hələ harasıdır, yəni bizim hələ bilmədiyimiz skriptlər də var. Bu, Parkovşkin skriptidir. Bu yaxınlarda başıma gələn bir hadisəni danışmaq istəyirəm, amma bu dialogu oxuyacağım, icazə versəniz. Mən ayağa durmuşamsa deməli ki... Deməli, bu yaxınlarda, bu günlərdə bir tədbirə gedirik və Sevinç Kinoteatrının arxasında bir
avtomobil parklamaq üçün bir yer tapdım. Bu zaman mənə yaşıl jiletli bir ağsaqqal dayday parkovşik yaxınlaşdı və deyir, bunu oxuyacağım. Salam ağsaqqal. Əleykümə salam deyirəm. Deyəsən pulun çoxdur. Necə bəyəm? Buradakı bütün maşınlar birazdan polis cərimə yazacaq. Bıy, neyiniyək? Arxaya ver, yolun 11-8-də yerləyəcəm sənə. Baş üstə, qayıtdım və parkladım. Burada nə polis çəkəcək, nə az parking, nə də ki, kimsə narahatçılıq eləyəcək. Düşəndə deyir, hara olsan ağsaqqal. Deyirəm, Qərbi Azərbaycandandır əslimiz. Nədir ki? Sinədən bir gözəl şeir dedi. Müəllifi də özüməm dedi. Çox sağ ol deyib, 1 manat verdim. Dedi, sən onu 2 elə. Biri şeirin, biri də şeyin. Ay sağ ol. Pulumu da aldı, heç bir etiraz da görmədi. Etirazla iş aparmağa da ehtiyac qalmadı. Sövdələşməyə də bağladı. Çıxdı, getdi növbəti maşın yanına. Yəni, əlaqəni qurdu, ehtiyacları müəyyən elədi, pulun çoxdur deyəsən. Park yerini təqdimatını etdi, etiraz görmədi və istədiyində 2 qat nail oldu. Əhsən olsun ağsaqqala. Alqışlayaq Parkovşiki. Bu da mənim çıxışımın sonu. Çox sağ olun ki, dəvət elədiniz. Tam 15 dəqiqə 26 saniyə. Doğrudan. Halal olsun sizə. Hələ bir ikisini ləğv eləmişəm. 2 dəqiqədə durmuşdum. Odur ki, skriptlərlə bağlı, sığorta ilə bağlı, hətta futbol oynamaqla bağlı, nə bilim, indi digər hər hansı bir məsələlərlə bağlı, hansısa təcrübə ilə bölüşmək lazım varsa, bu mənim birbaşa əlaqə nömrəm, skan eləyib müraciət edə bilərsiniz. Çox sağ olun, təşəkkür edirəm. Xəqani müəllim, indi auditoriyadan sizə sonda suallar alacağıq, amma icazə versəz bir dənə mən sual vereyim bu mövzu ilə bağlı. Mən də çox razıyam ki, skriptlər işimizi sistemləşdirir və hər kəs belində olduğu əhval-ruhiyyə uyğun cavab vermir. Konkret şirkətin qoyduğu sistemlər üzərindən gedir. Məsələn, bayaq diqqətimi çəkən bir məsələ oldu. Dedi ki, uyğunsunuzmu? Bu çox sadə bir şeydir, amma mən təlim kəsəndə bir çox şirkətlərdə eşitmişəm. Götürür, yığır müştəriyə, deyir ki, salam sizi filan bankdan filan kəs danışan sizinlə. Bu arada özünü mütləq ad soyadına təqdim etməsi məsləhətdir. Skript kimi mən deyirəm onu. Məsələn, bir var ki, sizinlə danışan Elşəndir. Hansı Elşən, bizim Eliş, bir də var ki, Elşən Əliyev, Elşən Məmmədov, bu korporativ imic yaradır və növbəti uyğunsunuzmu sualı var. Onu unudur, vermir və soruşur ki, ödəniş tarixçənizə baxdıq, çox yaxşı ödəniş var, səliqəli müştərisiz, sizə kredit təklif etmək istəyir. Nə qədər pula ehtiyacınız var? O da eşidirəm ki, deyir ki, 12.000. Deyir ki, təəssüf ki, biz 12.000 verə bilmirik, sizə 7.000 düşür. Kifayət edirsə, o da deyir ki, qızı köçürdürəm, şey vardır. Onlar başa düşürəm ki, eşidirəm çox da həmin adam avtobusdadır və rahat danışa bilmir. Sadəcə bir kəlmə sözü unutdu ki, orada uyğunsunuzmu? Soruşsaydı, o da ona deyərdi ki, 5 dəqiqə sonra yıxsaz, mən dayanacaqda düşərəm və adam rahat-rahat danışardı ki, qızımı köçürdürəm, cehiz almalıyam, 12.000 pul lazımdır və məncə onun həmin o zəngi daha uğurlu olardı. Sualım nədən ibarətdir? Bəzən satış bilirik ki, emosional və rasional qərarlar arasında qalanda daha çox emosional tərəfdən insanlar müştərini xoşbəxt edirlər. Çünki rasional qərarlar insanları çox az xoşbəxt edir. Bu skriptlər bizi monotonlaşdırmır. Yəni, bəzən yerinə görə improvizasiya etmək istəyir satış əməkdaşı da, amma əlində hazır bir skript var və o məşhur Alisaya dönmür ki, yəni standart belə cavablardan əlinə, ayağına toxunmur. Ümumiyyətlə, siz yaxşı və düz toxundunuz ki, skriptlərdən savay satıcının həm də improvizasiya bacarağı olması mütləqdir. Ona görə biz onu Waze-lə belə deyək, müqayisə elədik ki, alternativ olmalıdır, yəni vaxta qənaətçil olmalıdır. Amma improvizasiya mütləqdir. Yəni, söhbət 2 dənə, 3 dənə skriptdən getməməlidir. Ümumiyyətlə, hər belə deyim də, satışla məşğul olan şirkətlər 100-ə yaxın skript yazmalıdır və onları adaptasiya eləməlidir. Üstünə də təbii ki, emosiyaları gəlməlidir. Çünki təcrübə onu göstərir ki, insan satışda işləyərkən artıq o
əslində skriptlərdən istifadə edir, amma özünə uyğun skriptlərdən istifadə edir, özünün emosiyalarına uyğun skriptlərdən istifadə edir və yəni o robotlaşmadan qırağa çəkir. Bir tərəfdən götürəndə, bəli, gecə saat sənə yıxsalar ki, ay, niyə belə bahası orada satmışsan, sonra avtomatik cavab verməlisən. Bu da belə sənin keyfindən, nastroyeniyandan, nə bilim, mudundan asılı olmayaraq. Təşəkkür. Çox sağ olun, minnətdarıq. Məncə Xəqani müəllimə alqış düşür. Möhtəşəm çıxışı üçün.